Bu bürc hamıdan ağıllı, uğurlu və hiyləgərdir. Hər kəs bu bürcə axı bunu necə etdiyini soruşur. Bu bürc altında doğulan insanlar hər zaman uğur qazanıb və qazanacaq. Bu bürc hansıdır? Hazırsan? Heç biri. Məndən bürc videosu gözləyirdin. Yəni məndən Uspace-dən hər hansı bir bürcün üstünlüyə sahib olması barəsində video hazırlamamı gözləyirdin. Bunu heç vaxt görməyəcəksən. Məni tanımırsan deyəsən. Məni tanımırsansa o zaman kanala abunə ol və videonu like etməyi unutma. Tanıyanlarsa bilir ki 100% bu videoda da istehza edirəm. Ağıllı və uğurlu bürc axtarışındasansa səhv yoldasan. Gəl açıq danışaq. 2024-cü ildə elmin və texnologiyanın inkişaf etdiyi bu dövrdə bürclərin insana təsir etməsinin 8 milyard insanı cəmi 12 bürcə bölməyin, natal xəritələrin doğrudan da insanın taleyinə təsir etməsinə inanmaq o qədər də intellektual deyil. Bunu mən demirəm, bunu London Universitetinin araşdırması deyir. 264 nəfərin və 87% qadınlar olan bu eksperimentin daxilində iştirakçılara psixoloji testlər verilirdi. Bu testlər zamanı iştirakçılarda həm narsisizm, həm də ki ümumi intellektual səviyyənin ölçülməsi keçirilirdi. Nəticə təəccüblü idi. Ən çox narsist olan, yəni özünə qarşı aşırı dərəcədə əsassız özünə vurğunluğu çox olduğu insanlar məhz astrologiyaya inanan insanlar çıxdı. Digər şey isə onu göstərdi ki, astrologiya və bürclərə inanıb həyatlarını ona uyğun müəyyən edən insanlar aşağı IQ-ya sahib olan insanlardır. Əgər bu sözlər səni incitdisə, incimə. Mənim məqsədim səni incitmək və yaxud da ki, məyus etmək deyil. Mənim məqsədim acı da olsa sənə həqiqətləri deyib, səni inkişaf etdirməkdir. Mən mükəmməl IQ-ya sahib deyiləm. Mən də əvvəllər bürclərə inanırdım. Bu qəbahət deyil. Qəbahət bu düşüncədə qalmaq və öz həyatını bürclərin dediyi sözlərə əsasən müəyyən etməkdir. Anladığın kimi biz bugün bürclər barəsində danışacağıq. Lakin mövzuya keçməmişdən qabaq videoya like atıb kanala abunə olub aşağıda bir dənə şərh yazmaqla kanala abunə ola bilərsən. Kanala dəstək olmaq istəsən Ko-fi və Patreondan dəstək ola bilərsən. Bu şəxslərin sayəsində bu video ərsəyə gəlib. Növbət dəfə sən də dəstək olsan sənin də adın bu sırada ola bilər. Dediklərimi elədin, o zaman getdik. Çünki ulduzlar bizi gözləyir. Bürclər axı nədir? Əvvəllər mənə bürclər deyiləndə mən elə bilirdim ki, göydə müəyyən ulduzlar var.